Bu şəhərdənin prodüseri mənə zəng etdi ki, sənin şərfindən Coşqunun xoşu gəlib, ver onu aparım. Həmin vaxta qədər biz bir-birimizi görməmişik. Cavab verdim ki, mağazadan gətiriblər, qaytardım. Amma lazımdırsa, gedib onu alıb hədiyyə verəcəyəm. Bir neçə gün sonra gəldi ki, Rafael deyir gəlsin ofisimizə, çay içək. Bizim Nöqtə Media xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, bu şəhərdə üzvləri əməkdar artist Coşqun Rəhimov və Rafael İskəndərovun onu parodiya etməsindən danışıb. Getdim ofislərinə, məni danışdırırlar. Rafael Coşqun sual verir, diqqətlə baxırlar. Mənim də ağlıma heç nə gəlmir. Heydər Əliyev sarayında konsert olanda dondum, şok yaşadım. Bilmirdim ki, məni parodiya edəcəklər. Arxada bir qadın oturub, necə gülür. Amma bu dərəcədə yox da. Döndüm dedim ki, nə olub? Bəsdir, boğulacaqsan. Mənə psixoloji təsir göstərirdi. 5 dəqiqə sonra mən də insanlara qarışıb güldüm. Xuraman Əlizadə ilə çox yaxın dost olmuşuq. Sən bunu mənə zəng ver də, özümü hazırlayım. O belə məndən gizlədim.